Sizə maraqlı bir şey deyəcəm. Bilirsinizmi, bizim cəmiyyətdə istifadə olunan bir çox tərif cümləsi əslində hansısa psixoloji pozuntuya uyğun gəlir. Bizim qız çox məsuliyyətlidir. Evdən çıxmazdan qabaq bəlkə qaz işığı 1000 dəfə yoxlayır. Bunun adı məsuliyyət deyil. Bu obsessiv-kompulsiv pozuntudur. Mənim həyat yoldaşım o qədər sevir məni. Bir dəqiqə telefonuma baxmayan kimi zəng vuranda o dəqiqə narahat olur, hamıya yığır, mənim tez səsimi eşitmək istəyir. Bunun adı sevgi deyil. Bu təşviş pozuntusudur. Mən çox diqqətli valideynəm. Övladım nə isə səhv edən kimi tez onu deyirəm ki, düzəltsin, özünü inkişaf elətdirsin, heç bir qüsuru olmayan bir insan halına gəlsin. Bu diqqətli olmaq deyil, perfeksionist olmaqdır. Və bilirsinizmi, bu siyahını istədiyiniz qədər uzada bilərəm. Çox təəssüf ki, bəzi insanların yaxşı olaraq dəyərləndirdiyi şeylərin bir çoxu hansısa psixoloji pozuntuya uyğun gəlir və deyər bilərsiniz ki, nə olsun ki, indi biz ona yaxşı deyirik, qoy qalsın da. Məsələ burasındadır ki, sizin özünüz üçün və başqaları üçün, yaxınlarınız üçün yaxşı bildiyiniz bir çox şey əslində sizə və ətrafınızdakı insanlara zərər verir. Sizin sevgi, məsuliyyət, diqqət və sair dediyiniz şeylər sizin həyat fəaliyyətinizə ciddi şəkildə mənfi təsir göstərən, performansınızı azaldan və həyatdan məmnunluq dərəcənizi ciddi şəkildə aşağı salan faktorlardır. Ona görə də gəlin heç olmasa psixoloji pozuntuları romantikləşdirməyək.